Tanrım ne olar? Ve kralın adamları ve keçi kral ve yanındaki keçini kralın sarayına apardılar. Yol çok uzun idi. Hamı keçini görüp ve o adamı görüp söz deyirdi. Ama kralın adamları yine deyirdi. Biz sizi kralımıza şikayet ederik. Kral bunu bilse siz bir de gününüzü görebilmezsiniz. Adamlar deyir. Üzür isteyirik, bağışlayın bizi. Biz bir de belə etmərik. Kralın adamlar deyir. Size dediğimiz kimi, eğer siz mevzunu çok büyütseniz çətinlik çəkəcəksiniz. Kralımıza biz demesek bile kralımız her şeyden haberdardır. Ona göre de sessiz olun. Adamlar deyir, yaxşı, üzür istəyirik. Kralımıza heç nə deməyin. Kralın adamlar deyir, bir de bu mevzunun böyüməsini istəmirik. Kralımız bilsə, bizim də başımız dərdə girəcək, sizin də başınız dərdə girəcək. Ona görə də səssiz olun. Kralın adamları kralın sarayına getdilər və yolda iki adam gördülər. Onlar keçini oğurlamaq istəyirlərdi. Kralın adamları onlara diqqətlə baxdılar. Siz nə armaq istəyirsiniz? Adamlar deyir, heç nə, biz sadəcə keçiyə baxırdıq. Elə bildik ki, itmiş keçimizdir. Kralın adamları deyir, bu keçini görmürsünüzmü? Yanında bir adamla aparırıq. Keçinin sahibidir. Adamlar deyir, bizim də belə keçimiz var idi. Yağın ki oğurlayıbdır və bu keçi qaçmışdı. Kralın adamlar deyir, sizin keçi danışa bilir. Adamlar deyir, nə? Keçi danışa bilir ki? Siz dəli olmuşsunuz? Kralın adamlar deyir, siz yenə dəli deyirsiniz. Bizim kralımıza o dəli değil. O her şeyi bildiği için çok ağıllı bir kraldır. Ve ona bu keçini aparmalıyıq. Yoksa biz zindanlarda qalacağıq ya da bütün krallıq zindanlarda olacaq. Heç kim sağ qurtula bilməyəcək. Ona görə də çəkilin yolumuzdan. Adamlar deyir, yox o bizim keçimizdir. Adamlar keçini o kadar istəyir ki, o keçidən əl çəkmək istəmirlər. Və keçi birdən dilə gəlib deyir, əl çəkindən nə olub? Kralın yanına getməliyik. Adamlar gördüklərinə və eşitdiklərinə inana bilmirlər. Nə? Bu keçi həqiqətən danışır. Və kralın adamlar deyir, bayaqdan sizə nə deyirik, tez olun çəkilin. Yoxsa sizi də biz yanımızda aparacağıq və zindanlarda qalacaqsınız. Adamlar qorxularından tez çəkilirlər. Və kralın adamları yenə kralın sarayına gedirlər. Kralın adamlarının biri yolu deyir. Bu krallığı görürsən həqiqətən düzgün yönetecek bir yönetici gələcəkmi? O birisi deyir. Bilmirəm, həqiqətən gələcəkmi? Çətinlikdir. Bütün krallıq çətinlik çəkir. Adamların əlindən hər şeylərini alırlar. Bir keçisi var idi, bir inəyi var idi. Heç bir şey qalmamış bir keçi tanıyıram. Amma əlimdən gələn heç nə yoxdur. Çünki kral əmri etməsəm məni həbs edər və mən o həbsdən qurtula bilmərəm. Keçi deyir. Siz çok yaxşı adamlarsınız. Sadəcə sizi kralınız yaxşı deyil. Amma bu pis günlər keçib gedəcək. Qorxmayın. Adamlar gülə-gülə deyir. Bu keçi nə deyir? Danışsa belə bu nə edə bilər ki? Hə, düz deyirsən dostum. Bu danışsa belə heç nə edə bilməz. Sadəcə bir keçidir. Və keçinin yanındakı keçi adam deyir. Nə olsun ki bir keçidir. Siz onun hələ bir sirrini belə bilmirsiniz. Sadəcə o sirləri bilirsiniz ki, keçi qırqızıl tapır, bilir və krallığı böyüdə bilər. Onu bilirsiniz. Krallığın daha çox torpaq tapmasına kömək edə bilər. Onu bilirsiniz. Başqa heç nəyi bilmirsiniz. Kral adamlar deyir, səssiz ol. Biz sənə danış demədik. Elə sən də səssiz ol keçi. Kralın adamları sarayın qapısına çatmışdılar və sarayın qapısında iki gözətçi gözləyirdi və gözətçilərə kralın adamları dedi, qapıları açın, biz o keçini tapıb gətirdik, kralımızın istəyi ilə keçini tapıb gətirdik. Kralın adamları qapıdakı gözləyənlər dedilər, bu keçidir, heç belə keçi gözləmək olar, bu keçi uğursuzlar kimidir da, nə fərqi var, eyni boydadır, eyni hündürlükdə, eyni görünüşdə, bunun görünüşünün bir fərqi yoxdur və siz sadəcə deyirsiniz bu keçi danışır. Keçi danışıb deyir, çəkilin yolumuzdan, kralımız bizi gözləyir. Qapıda gözətçilik edən kralın adamları gözlərinə və eşitdiklərinə inana bilmir və
qorxudan tir-tir əsirlər ki, belə keçi mi olar? Keçi necə danışa bilir? Və qapını açırlar. Və keçi və kralın adamları krallığın sarayına girirlər. Orada hamı onlara baxır və deyir: "Bu keçini kral istəyib ki, torpaq və qırqızıl sahibi olsun. Almasların yerini bilir ki, bu heç keçi danışa biləcək ki, güya." Amma keçinin danışdığını yalnız qapıdakı gözətçilər və kralın adamları və keçi adam bilirdi. Amma içəridə keçi dedi: "Nə olub? Kitabı içində yazanlara görə baxarlar, qiymətləndirirlər. Üz qabığına görə kitabı qiymətləndirməzlər. Çünki kitabın içindəkilər nə böyük yazılar olduğu kitab açılandan sonra bilinər." Keçinin bu sözünü eşidən hamı heyran oldu. Heç kim gördüyünə, eşitdiyinə inana bilmədi və hamı fikirləşirdi ki, görəsən bu keçi necə danışır və bu məna ilə nə demək istəyir? Və kralın adamları və keçi kralın yanına getdilər. Və yanındakı keçi də. Yenə qapıda gözətçilər var idi və gözətçilər keçini və keçi adamı görüb uzaqdan gülməyə başladılar. Bu nə keçidir? Bu keçiyə görə hamı təlaş edir. Görəsən bu keçiyə qədər danışa bilir? Peki yanındakı adam dedi: "Kralımızın deməli bildiyi bir şey var ki, bu keçi buradadır. Yoxsa o boyda kral niyə yanına bir keçini verib bir yanına keçi gətizdirsinlər? Düz demirəmmi dostum? Tez ol, keçi gəlir. Qapını açaq. Yəqin ki, bu keçi həqiqətən danışır." Və keçi danışdı. "Tez olun, qapını açın, kral bizi gözləyir." Yəni bu adamlar da gözlərinə və eşitdiklərinə inana bilmədilər. Qapını əlləri titrək-titrək açdı. "Dostum, gördünmü indi? Bu keçi həqiqətən danışır." "Hə, dostum, gördüm, həqiqətən danışır." dedilər. Kralın adamları və keçi və yanındakı keçi içəriyə girdilər və kral onlara belə baxıb dedi: "Mən bu adamları gözləyirdim. Elə bildim ki, çox gözəl bir keçi gələcək. Nəysə, bu keçi yarıyarmı onu bilmirəm. Bu adam da heç bir işə yaramaz. Siz bu adamı niyə gətirmisiniz? Sadəcə mən keçini gətirin əmr vermişdim sizə. Yoxsa siz zindanlarda qalmaq istəyirsiniz?" Kralın adamları dedi: "Yox kralım, nə olar bizi bağışlayın. Sadəcə biz bu adam gətirdik ki, keçi də adam olunca danışır. Yoxsa keçi danışmazdı." Kral deyir: "Hə, yaxşı, hər nəysə. İndi soruşun görün. Bu keçi sərvətlərin, qırqızılların və almasların, torpaqların harda olduğunu bilirmi?" Abunə olun, ailəmizdə qalsın. Hər kəsə təşəkkürlər. 6-cı bölüm sabah olacaq. Kanalıma abunə olan hər kəsə təşəkkürlər. Abunə olmayan hər kəsə təşəkkürlər. 4000 baxış saatı lazımdır kanalın böyüməsi üçün. Uzun videodan hər kəsə təşəkkürlər.